Kıymetli cemaat, gördüğümüz bu güzelliklerin bizim üzerimizde hakları, hüquqları vardır. Alemlerin Rabbi olan uca Allah'ı zikredip hatırlamaq, Allah Taala'nın nimetlerinden danışmaq, uca Allah'a çoxlu dualar edip bu güzelliklere göre ona şükürler etmek. Günlerin bir günü bir nefer kadın alimlerden Şeyh Muhammed Nasiruddin Albani rahimahullah'a zəngidir. Allah ona rəhmət etsin. Sual verib deyir ki, hörmətli şeyx, mən evlənməmişdən qabaq atamın evində olanda qıldığım namazlardan, tuttuğum oruclardan, oxuduğum Qur'anlardan, etdiyim dualardan, zikirlərdən ləzzət alırdım. Çoxluca faydalanırdım. Amma nədəndirsə evlənəndən sonra qıldığım namazların, tuttuğum orucların, oxuduğum Qur'an-ı Kərimin, duaların, zikirlərin ləzzəti azalıb. Az fayda götürürəm. Şeyx Albani həmin qadına sual verir. Qızım, ailənlə, həyat yoldaşınla münasibətlərin necədir? Onu eşidib, ona itaat edirsənmi? Onun sözünə qulaq asırsanmı? Qadın deyir, şeyx, sənin sözünün, sənin sualının mənim sözümlə, mənim mövzumla nə əlaqəsi var ki? Mən sizə namazdan, orucdan, zikirdən, duadan, Qur'andan sual verirəm. Siz isə mənə ərimi eşidib ona itaat eləməyimdən sual verirsiniz. Şeyx Albani həmin qadına deyir ki, bəli qızım, həqiqətən də qadın ərini eşidib ona itaət etməyənə qədər qıldığı namazların, tutduğu orucların, oxuduğu Qur'anların, etdiyi duaların, zikirlərin ləzzətin duya bilməz. Ondan dad ala bilməz. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, qadın yoldaşını eşidib, ərini, həyat yoldaşını eşidib, ona tabi olmadıqca imanın ləzzətin, İslamın şirinliyin, dadın duyub hiss edə bilməyəcəkdir. Ona görə də qadınlar